Salam aleyküm dostlar. Bugün ben size yeni bir e, yiyecek olan e, yani el arasında qoğlamalı adlandırılan bir şeyin hazırlamasına bağlı videoda karşınızdayıq. Bunun adı bir çox bölgələrdə qoğlamalı adlanır. Bunu daha çox uşaqlarımıza vermişik. E, Səhər yeməklərində yeyiblər. Mən özüm bununla böyümüşəm. Yəni çox sevdiyim bir şeydir. Hətta indi belə mən bu yaşımda tez-tez hazırlayıb yeyirəm. Bu nədir? Yumurtanın sadəcə sarısı və şəkər tozundan qarışdırılaraq əldə etdiyimiz bir şeydir. Şirin bir məhsuldur. Yəni şirin sevənlər, şirin yeməklər sevənlərdən söhbət gedir. Onlar üçün idealdır. Yəni səhər yeməyində həqiqətən super bir şeydir, amma bir çox demək olar ki, insan, yəni 70% bəlkə insan bunun nə olduğunu bilmir. Hətta ünsiyyət zamanı bu hazırlanmış bu səhər yeməyindən söhbət açarkən onlar ümumiyyətlə bunun nə olduğunu bilmirlər. Hətta üzr istəyirəm, yumurtanı çiğ yeyildiyini izah etdikdə onlar biraz belə ağız burun əyirlər. Biraz iğrənc kimi gəlir onlara, amma həqiqətən super bir şeydir. Görüntüsünü görəcəksiniz. Bizə lazım olan yumurtadır, şəkər tozudur, bir belə bir fincandır, bir də belə bir köhnə çapa dediyimiz stəkandır. Hansı ki, yumurtanın ağını bura əlavə edəcəyik, qalan sarısını isə bura əlavə edəcəyik. Bir yumurta, iki yumurta bu seçimdən asılıdır. Yaxşı olar ki, iki yumurtadan istifadə edəsiniz. Yumurta böyük olarsa bir yumurtadan istifadə etmək. Yoxlamaq üçün ilk başda birinci dəfəyə bir yumurta bəs eləyər. Bir də üzərinə əlavə eləyəcək şəkər tozu və qarışdıracağıq. Sürətlə qarışdırsa daha ideal olar. Üzərinə belə köpük qabarcıqları əmələ gəldi. Artıq o demək ki, hazırdır. İndi axırda göstərəcəm sizə. İndi isə mən sizə göstərirəm. Yumurtanın başını bir qaşıqla bir balaca sındıracağıq. Ondan sonra onun ağını bura əlavə edəcək. Qalan sarısı ilə ağını tam təmizləyəcək. Sarısını bura əlavə edəcək. Bəli, yumurtanın başlığını sındırdıq. İndi isə bunun ağını bura əlavə edirik. Bacardığımız qədər yumurtanın içində ağ qalmamalıdır. Sadəcə bizə lazım olan sarısıdır. Bunu tam şəkildə əlavə edirik. Daha sonda yumurtanın biraz da başlığını sındırıb rahat belə eləyə bilərsiniz. Amma yumurtanın sarısını qorumaq şərti ilə yumurtanın sarısı stəkana düşməməlidir. Yumurtanın sarısını bura əlavə etdik. İndi isə digər yumurtamızın başını sındıracağıq. Bəli, digər yumurtamızı ağını ayırmağa çalışırıq. İndi isə sarısını buraya əlavə edirik. Və artıq bu bizə ehtiyac deyil. Bunu siz saxlayaraq hər hansı bir qayğanaq və s. yumurta da istifadə edə bilərsiniz. İndi isə biz həmin bu əldə etdiyimiz yumurta sarısını götürürük. Üzərinə müəyyən qədər şəkər tozu əlavə edirik. Qədərində. Mütləqdir ki, qədərində əlavə etdikdə siz ona yenidən şəkər tozu əlavə edəsiniz, amma hamısını birdən yox, az-az əlavə edib bunun məhlulunu ehtiyac varmı deyə baxıb sonra əlavə edəsiniz. Biz bunu əslində mən indi video çəkəcək göstərirəm. Bunu əslində çox sürətlə qarışdırmaq lazımdır. Bunun rəngi hazırda sarıdır, amma belə göstərim. Bu biraz tam açıq sarı olmalıdır.
Baxırsınız durudur. Ona görə biraz da şəkər tozu əlavə edirik. Ki verirsə artıq rəngi ağarmağa başlayır. Yəni tam açıq saralmağa başlayır. Hələ ki çox durudur. Birazcık da əlavə edə bilərik şəkər tozu. Yəni bunu çox miqdarda əlavə etməyə ehtiyac yoxdur. Yəni səliqə ilə ağız dadına görə həm də bu çox duru olmamalıdır. Baxın, rəngi əməli başda ağardı. Bunu qarışdırırıq, hansı ki üzündə qabarcıqlar əmələ gələcək. Artıq sonuncu şəkər tozunu əlavə etdik. Baxın, artıq qabarcıqlar əmələ gəlməyə başlayır. Görürsünüz, artıq qabarcıq əmələ gəlir. Demək ki, bu artıq hazırdır. Bunu sadəcə çörəyin üzərinə batıraraq yeyib istifadə edə bilərsiniz. Yəni həqiqətən çox dadlı bir şeydir. Məsləhət görürəm. İnşallah yoxlayın. Videonun altında yəni rəylərinizi gözləyirəm. Kimlər ki bunu hazırlayıb yoxladı, mütləq şəkildə fikirlərini bildirə bilərlər.